Daxili İşlər Naziri kibercinayətkarlıqla mübarizə baş idarəsinə sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub. Həyata keçirilən əməliyyat texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq güya bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib. Zərərçəkən şəxslər məlumatları və telefonlara göndərilmiş OTP təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Zaur Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub. Faktla bağlı baş idarədə cinayət işi başlanılıb, Zaur Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Vətəndaşlara bir daha müraciət edərək bildirir ki, bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, PIN, OTP və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur.